Komanda, mən bu günlərim sizlərə kodunuzu digər ofisə necə yönəldəcəksiniz ki, kartınızdakı pullardan və liçin debitdən, sertifikatdan yararlanasınız. Bunun üçün hansı ofisə gedirsə, təbii ki, bizim kodumuz həmin ofisdə olmalıdır. Alış-veriş əgər oradan ediriksə. O zaman biz nə edirik? Öz səhifəmizə giririk Google-dan, kod parolumuzu yazırıq və girəndə səhifəmiz belə açılacaq. Yuxarıda 3 xətt düyməsi var, hansı ki, onun üzərindən vururuq və sonra back office köhnə versiya və burada birinci back office seçirik. Ən üstdəki birincini və baxın, burada internet mağazinin altında olan back office seçirik. Sistemdən çıxdıq. Mən qeydiyyat saxlanıqda saxladığım üçün kod parol burada yaddaşda qalır. Və baxın, back office, birinci back office seçdikdə belə açılır. Gmailiniz, telefon nömrəniz hər ikisi təsdiqlənməlidir. Və baxın, məsələn, elmlər ofisindədir, digər ofisə yönəltmək istəyirsiniz. Burada şirkətin xidmət mərkəzi. Şirkətin xidmət mərkəzinin qarşısında dəyiş düyməsini basırıq, dəyişi basırıq və yuxarıda belə bir pəncərə açılır. Hansı ofisə yönəltmək istəyiriksə, o zaman kodumuzu, həmin ofisin kodunu yazırıq. Sonra dəyiş düyməsini basırıq və oku basırıq. Baxın, gördünüz, avtomatik R7001-dən oldu P70109, yəni Axsu ofisinə keçdi. Təkrar dəyişmək istəyiriksə, yenə dəyiş düyməsini basırıq. Yuxarıda açılan pəncərədə hansı ofisə gediriksə, oranı seçirik. Məsələn, elmlər ofisi R7001-dir. Siz haranı gedirsinizsə, həmin ofisin kodunu seçirsiniz. Dəyiş düyməsini basırsınız. Sonra oku basırıq. Və salam, qayıtdı təkrar eyni yerinə. Yəni, o 1 saniyə vaxtımızı aparır. Ona görə də hər birimiz bunu bilməyimiz vacibdir. Və bir şey də sizlərə deyəcəm. Baxın, burada kartınızda olan pullar BH-dır. ŞH, yəni sizin şəxsi balınız, şəxsi hesabınız. İM, yəni imtiyazlı müştərilərin şəxsi hesabı 0. Ümumi dövriyyəniz isə UD isə ümumi dövriyyə deməkdir. Və komandana baxmaq istəyiriksə, o zaman tam hesabat düyməsini basacağıq. Komandamızda olan insanları burada görəcəyik. Əgər kimisə adının qarşısında, kodunun qarşısında X varsa, belə işarə varsa, bu deməkdir ki, həmin komandada yeni yazılışlar var və onun üzərindən basdıqda həmin strukturda olan yazılışları biz görürük. Və baxın, həmin kodun üzərindən vururuq komandada olan və xanımları biz burada görürük.